Ey Əbu Rafi, de görün Mühəmmədin bəlaya tuş gəlmək üçün özü ilə gətirdikləri kimlərdir? O sağ tərəfindəki kişi, onun kürəkəni və canişini Əli ibn Əbi Talibdir. Əli? Əli Xəndək döyüşündə Əmr ibn Əbdəvud amirini öldürən adamdır. Xeybərdəki Haris və Mərhəbi də. Bəs o qadın kimdir? O, Rəsulullahın qızıdır. Həm də Əlinin həyat yoldaşıdır. Elədir. O, dünya xanımlar xanımı Fatimədir. Bizim fikirləşdiklərimiz düz çıxmadı, ey həb. Muhammed qoşunu ilə gəlmədi. Gir ora bax. Bax gör necə arxayınlıqla gəlir.